25 yaşın var və həyatında bir məqsəd yoxdur və bilmirsən ki, niyə yaşayırsan, niyə belə oldu, niyə gələcək haqqında heç bir təzahüratın yoxdur, məqsədin yoxdur. Bu videonu axıra qədər izləyib bəyənin paylaşın. Bu problemdən çıxış yolu haqqında danışacağam və insan niyə bu problemə düşür, bu barədə də məlumatlar verəcəm. İnsan uşaqlıqdan formalaşanda bizim şuurumuzun altı açıq olduğuna görə lazımsız insanlar, lazımsız tərbiyə, lazımsız mühit, məktəb illəri, lazımsız sinif yoldaşlar. Niyə lazımsız? Çünki bunların içində xəbis insanlar olur, xasiyyəti xarab insanlar olur, lazımsız məlumat daşıyan insanlar olur, cahil insanlar olur, bədbin insanlar olur, xəstə insanlar olur və bunların hamısı bizə çox böyük bir təsir göstərir. Əgər bir insanın şəxsi düşüncəsi yoxdursa, biliyi, savadı, elmi yoxdursa, başqa insanın düşüncəsi buna çox böyük təsir göstərir və insan kimi formalaşmağında çox böyük rol oynayır. Və buna görə də əgər sizin ətrafınızda siz tipli insanlar olubsa, bu təəccüblü deyil ki, sizin 25 yaşınız var, sizin heç bir şeyə nail olmamısınız və həyatınızda dəyişiklik yoxdur. Bəs yaxşı, necə eləyə bilərəm ki, mən bu haldan çıxım və məqsəd yönlü olum, qarşıma məqsəd qoyum? İlk öncə danışdığınız bütün insanlarla əlaqəni kəsmək lazım olacaq, maksimum və ya azaltmaq lazım olacaq ən azından. Və bir müddət analiz eləmək lazım olacaq proses, həyatı. Niyə belə yaşadığınızı başa düşmək üçün, özünüzü daha yaxından tanımaq üçün analiz eləmək lazım. Mən nə istəyirəm? Arzular, istəklərim varmı? Varsa nədir və niyə bu arzuları istəyirəm? Bizim şəxsi arzularımız olmalıdır. Yəni bizim öz istəklərimiz olmalıdır. Kiminsə bizə manipulyasiya və emosional təzyiq vasitəsilə bizə yeridilmiş yox, öz istəklərimiz, arzularımız olmalıdır. 2. Niyə bu arzuları biz istəyirik? Yəni niyə? Misal üçün mən maşın almaq istəyirəm, varlı olmaq istəyirəm, ailə qurmaq istəyirəm, universitetə daxil olmaq istəyirəm və filan bəsməşə xarici ölkəyə köçmək istəyirəm. Niyə? Arzu niyəsi və niyədən sonra isə mən bu arzuya çatanda nəyə nail olacam? Onu ətraflı şəkildə ya yazı formatında, ya da ki, fikir formatında gözümüzün qarşısına gətirməliyik. Və bunu hansısa bir, böyük bir nəticənin, keyfiyyəti, əhəmiyyətin başa düşməklə ki, yəni ki, mən varlı olanda mən çox yaxşılıqlar eləyə bilərəm və ya xarici ölkəyə köçsəm, varlanıb yeni iş yerləri aça bilərəm, işsiz insanlar filan və bəsməkan. Buna oxşar vacibi amillərlə birləşdirmək lazımdır. Və bundan sonra isə analitik, paralik olmaq lazımdır. Bu nə deməkdir? Yəni ancaq öyrənim, oxuyum, amma heç bir hərəkət eləməyim. Biraz oxudunuz, öyrəndiniz, hərəkət. Öyrəndiyiniz haqqında hərəkət eləmək lazımdır. Planlı, proqramlı şəkildə, sistem halında. Və biz başa düşməliyik ki, əlbəttə ki, yolun əvvəlində çətinliklər, problemlər, stres, əsəb, qəlb qırılması, fikirləşdiyimiz kimi olmayacaq heç nə. Çünki var reallıq, atdельный bir reallıq var. Reallıq bizdən asılı deyil. Reallığın çox amilləri var, bizdən asılı deyil. Amma bəziləri bizdən asılıdır. Bizim eləyəcəyimiz hərəkətlərdən asılıdır və qəbul edəcəyimiz qərarlardan asılıdır. Amma bəzi şeylər də var, bizdən asılı deyil. Bizdən asılı olmayan bu proseslərə görə əsəbləşmək və ya ümidsizliyə qapınmaq olmaz. Və eləyəcəyimiz hərəkətlər məqsəd yönlü olmalıdır. Yəni boş-boş oturum saatlarla kitab oxuyum, amma heç bir hərəkət eləməyim və ya səhərdən axşama kimi motivasiyon videolara baxım, sonra musiqiyə qulaq asım, amma heç bir hərəkət eləməyim və ya ancaq danışım, planlaşdırım, sabah, amma heç nə eləməyim. Bunların hamısı özünü aldatmaq olacaq. Plan, məqsəd, məqsədə aparan plan və sırazi hərəkətə keçmək lazımdır. Mənim əlimdə nə var hal-hazırda, mənim məqsədimə çatmaq üçün mənə nə lazımdır və məndə nə yoxdur. Məqsəd yönlü şəkildə bunların hamısını həyata keçirmək lazımdır. Və çətinliklərə, problemlərə, sıxıntılara üzləşməyə qorxmaq lazımdır. Çünki insanı gücləndirən yalnız və yalnız çətinlikdir. Necə ki, hər bir, misal üçün, dəmir bərkimək üçün çox böyük bir qradusda onu qızdırırlar, başlayırlar vurmağa və dəmir parçası bərkiyir və daha da möhkəm olur. İnsan da çətinliklərlə üzləşir, maksimal dərəcədə obyektiv və bunlara qalib gələndən sonra maksimal dərəcədə güclü olur. Və sonda demək istədiyim vacib bir mövzu haqqında bu videonu onlu versiyasını Telegram kanalımda izləyə bilərsiniz.